Tamam dostlar. Belə bir qəşəng suala baxaq. Müstəvini kəsməyən parçanın uzunluğu 15 sm. Gəlin müstəvini bu düz xətti götürək. Yəni bizə rahat olsun. Parça da bunu götürək. Uzunluğu 15-dir. Və bizə deyir ki, müstəvidən 8 və 20 məsafədir. Məsafədirsə, baxın, bura olur 8, burada olur 20. İndi bizə deyir ki, parçanın müstəvi üzərindəki proyeksiyası, yəni kölgəsi, baxın, buranı istəyir bizdən. Necə tapacağıq? Buradan bir dənə belə bir xətt çəkərəm. Baxın, bura 8-dirsə, bu hissə də 8-dir. Bütöv 20 idi axı. 20-dən 8 çıxsaz, bura olacaq 12. Və siz Pifagora görə bu mavi hissəni tapa bilərsiniz. Kateti tapanda, deməli, hipotenuzun kvadratından digər katetin kvadratını çıxırıq. Yəni 225 çıxaq 144, o deyir 81. Deməli, 81-dən də 9 çıxır. Yəni, bax, bizim bu mavi hissəmiz 9 oldu. Yəni, proyeksiya, bu dediyim bu kölgə 9 verdi. Devam.